Yəqin ki, çoxumuz Jack Londonu Mark Twain əsərindən tanıyırıq, hansı ki, onun ən məşhur şah əsəri hesab olunur və bir çox insana yazıçı olmağa motivasiya verən əsərdir. Mən isə bu yaxınlarda Jack Londonun Town adlı bu kiçik hekayəsi ilə tanış oldum. Bu hekayədə 1912-ci ildə nəşr olunub ilk dəfə Town hekayəsi, amma çox maraqlıdır ki, Jack Londonun fantaziyasını deyək, öngörüsünü deyək, o təxminən 100 il sonra, yəni 2013-cü ildə dünyanı bürüyən bir taun epidemiyasından bəhs edir. Çox maraqlı bir sujet xətti var və çox qəribədir ki, 7 il fərqlə təxminən 2020-ci ildə dünyada bir qlobal epidemiya oldu. Bildiyiniz kimi koronavirus epidemiyası oldu. Amma burada taundan daha faciəli, daha dəhşətli, milyonlarla insanın məhv olduğu, yoxa çıxdığı bir epidemiyadan danışılır. Çox maraqlı sujet xətti var. Təbii ki, mənim favorim yenə də Mark Twain olaraq qalır, amma kiçik həcmli Parlaq İmzalar Nəşriyyatının kiçik seriyasından olan, balaca seriyasından olan Yoldaş seriyası adı belə çox maraqlı seriyası var. Bu kitabı oxuya bilərsiniz. Kiçik həcmlidir, cib ölçüsündədir. Deməli 90 səhifədir. 1-2 saat oxuyub bitirə biləcəksiniz. Əgər Jack London yaradıcılığına müraciət etmək istəyirsinizsə, bunu yoxlayın. Qatarda, avtobusda, nəqliyyatda gedərkən rahatlı oxuyub bitirə biləcəksiniz. Hələlik bu qədər. Növbəti kitablarda, növbəti videolarda görüşmək ümidi ilə.